Sure Nisa ayet 33 ve 34. Euzubillah mineşşeytanirracim. Pənah parıq Allah'a dərgahdan qovulan şeytanın şərlərindən. Və likulli və hər kəs üçün cəəlna qərar vermişuq məvaliyyə sərpərəstliğin mimma o zatdan ki tərəkə kəlvalidanı dünyada qoyar ata-ana vəl əqrəbun və yaxın əqrəbalər vəlləzinə və o kəsləri ki əqədət peyman bağlamsız eymanəkum andiləzinən fəatuhum pəs verin onlara nəsibuhum o iki onlara qismət olur. İnnəllâhə büdüstü ki Allah kânə vardu əla kulli şeyin şəhid hər şey üçün şahid. Ər-ricali kişilər qəvvamunə başları üstündədir ələn nisai xanımlar üçün. Bima o səbəbə ki fəzzələllah fəzilətləndirib Allah bə'zəhum əla bə'zin bəzilərinə və bima və o səbəbə ki ənfəqu infaq eləyəsiz min əmvalihim onların mallarından fəs-salihatu pəs salih əməllər qanitatu tabi olan Allah'ın əmrlərinə hafizatun lil qaybi hifz eləyən gizlində bima o səbəbə ki həfzəllah hifz eləyib Allah və əlləti və belə ki təxafunə qorxasız nuşuzəhünnə onların təəddi eləməxlığından fəizzuhunnə nə pəs muizə eləyin onlara, nəsihət eləyin onları və əhtiruhunnə və uzaq olun onlardan fil məzati bəstəllərində, xabqahlarında vəzribuhunnə və vurun onlara fəin pəs əgər ətənəkum tabi oldular sizə fəla təbtəğu pəs axtarmayın əleyhinnə onlar üçün səbila yolu. İnnəllâhə büdüstü ki Allah kânə vardı əliyyən kəbira âli mərtəbə və böyük sədiyəqəllâhul əliyyul əzim.